Deməli, salam əziz tələbələr. Bir daha biz ümumi sınaqları həll eləyək. İkinci qrupa aid olanları birinci həll eləyək. Sonra birinciyə aid olanları həll eləyərik. Deməli, 11 nömrəli sınaqdan ilk sual. Kimdə nə aydın olmursa dərhal deyir. Suallar kim yazıbsa əvvəlcədən bəli deyə də bilər. Məndə birinci dəfədir görünür. Görək necə həll eləmək olur ümumiyyətlə. Oturacaqlar verilib, hündürlük verilib, trapesiyanın sahəsi. Trapesiyanın sahəsi A üstəgəl B bölü 2 vur H-dır. Çətin sualları sizdən soruşacağım. Sadələri özüm yazım. 4 üstəgəl 8 bölü 2 vur 5. Deməli 6 vur 5 30. Qutardı getdi. Deməli bucaq əmsalı verilib neçə? -4/3-dür. Və bizdən soruşurlar ki, bu hansına paraleldir? Biz bir-bir bucaq əmsallarını tapa bilərik. Ki, hansında -4/3 alınır? Hansında -4/3 alınır? Yəni, məsələn, birincidə y-i buradan təkləsək, 3x çıx 11 bərabər olacaq 4y-ə. Y bərabər olacaq 4-ə böləcəyik. 4/3 x çıx 11 bölü 4. Bunun bucaq əmsalı 4/3-dür. Bizdə isə -4/3 eləməlidir. Düz gəlmir. Ancaq C bəndinə fikir versəz, biz 3x-i də 7-ni də digər tərəfə atası olsaq, 4y bərabər olacaq -3x üstəgəl 7-yə, y də bərabər olacaq -3 bölü 4 üstəgəl 7 bölü 4. Bucaq əmsalı -4 bölü 3 oldu. Yəni, paralellik üçün bucaq əmsallarının eyniliyi lazım idi. Variant C. İstənilən suala etiraz edə bilərsiniz. Perimetri 56 olan düzbucaqlı üçbucağının hipotenuzu katetlərin birindən bir vahid böyüdür. Bu kateti tapın. Deməli, bizdə bir tərəf x-dir, bir tərəf x plus 1-dir. Perimetr 56-dırsa, onda 56-dan bu iki tərəfi çıxıram. Yəni, 2x plus 1-i çıxıram, qalır 55 çıx 2x. Və Pifagor terminə görə 55 çıx 2x-in kvadratı üstəgəl x-in kvadratı bərabər olmalıdır x plus 1-in kvadratına. Burada da yəqin ki, bu 24-dür, bu 25-dir, bu da 7-dir. 7, 24, 25. Katetimiz, axtarılan katet 24-dür. X axtarırdıq. Vəssalam. Tənliyi həll eləmək olar. Keçdik 4. Tənliklər sistemindən x plus y-i tapın. Çox gözəl. Biz neyini? İlk addım olaraq bunu kvadrata yüksəldək. X kvadrat çıx 2xy üstəgəl y kvadrat bərabərdir 36-ya. Nəzərə alsaq ki, x kvadrat üstəgəl y kvadrat 20-dir. 20 çıx 2xy 36-dır. Buradan mənfi 2xy 16-dır. Xy 8-dir. Xy tapdıq 8. Bizdən x plus y istəyirlər. Mənfi Mənfi 8 üstə. 8. Bəli, 2-yə vurduq, mənfi 2xy elədi, mənfi 16. Aparıb bunun üstünə onu gələk. 2xy-imiz mənfi 16-dır. Üstünə gəlsəm x kvadrat üstə gəlinmiş 2xy üstəgəl y kvadrat bərabərdir. Mənfi 20, 20 üstəgəl mənfi 16 eləyəcək 4. Yəni x üstəgəl y-in kvadratı 4-dür. X üstəgəl y-in kvadratı 4-dürsə, x üstəgəl y ya 2-dir, ya mənfi 2-dir. Kiçik qiymətini soruşduğuna görə mənfi 2. Vəssalam. Keçdik növbətiyə. Ümid eləm yoxlayırsınız, yazanlarımız da var. A kubu üstəgəl B kubu düsturunun açası olsaq, A plus B vur A kvadrat çıx AB üstəgəl B kvadrat bölü A plus B üstəgəl 3AB. A plus B-lər getdi. Mənfi AB-nin üstünə 3AB gələndə qalacaq A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat. Bu nə verəcək bizə uşaqlar? A üstəgəl B-nin kvadratı. A üstəgəl B 1 12-dir, 1 13. Topladıq 25 kvadrat 625. Vəssalam. Keçdik 6 nömrəli misala. Yenə də daha qısa həll düşünənlər deyə bilər. Məsələn, bizə veriblər ki, fx 2x çıx 9-dur. Onda f7-ni tapanda x-in yerinə 7-ni qoyuruq. 2 vur 7 çıx 9 eləyəcək 5. Deməli, mənə lazımdır J5-i tapmaq. J5-i tapmaq üçün burada misalımızda J3x çıx 1-dir. 3x çıx 1-i 5-ə bərabər götürürük. 3x eləyir 6, x eləyir 2. X-imiz 2-dir. Aha, x-imiz 2-dirsə və içəridə belə bir ki, 3x çıx 1-in yerinə 5 yazdıq.
Həmin ikisini qaytarırıq bura yerinə. 5 vur 2 üstə gəl 4, 14. Kim başa düşmür, qaranlıq qalır və s. və ilə axır. Narahat olmadan deyə bilər. Amma məncə bu səviyyə düşsə sadə səviyyədir. Bir top parçanın əvvəlcə 75%-ni işləndikdən sonra 50 metr parça qalıb. 75%-ni işlətmişəmsə 25%-im qalıb. 25%-im 50 metrdir. Top əvvəlcə 100% idi. Bilinmir neçə metrdir. 4 dəfə çoxunu götürəcəyik. 200. Keçdi növbətiyə. Ox kəsiyinin sahəsi radiusunun kvadratının 4 mislinə bərabər olan silindir. Ox kəsiyinin sahəsi S ox kəsiyi 2RH-dır və şərtə görə radiusun kvadratının 4 qatına bərabərdir. Buradan H bərabərdir 2R. H bərabər 2R bu söz o deməkdir ki, bu bərabər tərəfli silindirdir. Bərabər tərəfli silindirdir. Silindirin yan səthinin sahəsinin oturacağın sahəsində. S yan böl S otu istəyir. Yan səthinin sahə düsturu 2πRH-dır. Oturacağın sahə düsturu πR kvadratdır. Bu R-in biri gedir. H-ın yerinə 2R qoysaq, 2 vur 2R bölər. Cavab 4. Vəssalam. Növbəti misal. Sinus 90-da 1 alır. Sinus 90-da 1 alırsa, loqaritm 3 əsasdan 1 sıfırdır. Sıfırda nəyə vurursan, vur onsuz da 0 eləyəsidir. Bu tərəf getdi. Burada 7-lər bir-birini aparır. Qalır, bu qarışıq 0 eləyir. Aşağıdakı vuru olan birlikdə. Qalır loqaritm 5-dən 25. Burada da 1 bölünmüş 2 əsasdan 3 bərabərdir loqaritm 3 əsasdan 2. Qaydaya görə bu 2 ilə 9-un yerini dəyişmək olar. 5-dən 25 bizə 2 verəcək. 5-in üstə nə yazsaq 25 edir? 2. Bu da üstə gəl 2-nin üstündə loqaritm 3 əsasdan 9. 3 əsasdan 9 da bizə 2 verir. 2 üstə gəl 2-nin kvadratı. 2-nin kvadratı 4 üstünə də 2 gəlirik. Deməli 4 üstə gəl 2, 6. Vəssalam. Keçdik. 10. AB mərkəzi O nöqtəsində olan çevrənin toxunanıdır. Deməli, AB mərkəzi O nöqtəsində olan çevrənin toxunanıdır. ADB 30 dərəcədir. ADB. Bura 30 dərəcədir. AC 3-dür. BD parçasının uzunluğunu tap deyirlər. Çox gözəl. Neyini? Toxunandırsa, indi üsullardan biri ilə fikirləşim. Mən buradan bura bir xət çəkim. Bura bir R deyim. Bura 90 dərəcə olsun. Aha. Buradakı bucaq 30 olsun. Buradakı bucaq 30-dursa, onda bu B bucağı ümumilikdə 120-dir. D bucağı 30-sa, deməli burada 30-dur. Ümid edirəm ki, oranı hiss elədiniz 30-dur. Aha. A bucağı 30-dur, D bucağı 30-dursa bu bərabər yanlıdır. Onda AB də bizdə X-dir. AB də bizdə X-dir. Və X ilə R arasında indi bizdə əlaqə var. Bu əlaqə nədən ibarətdir? 30 dərəcəlik bucaq qarşısındakı katet ya da burada bir R deyək hələlik. 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Hipotenuz bizdə orada AO məsafəsidir. R plus 3-dür. Və o R plus 3-ün yarısı tezdən R verməlidir. Buradan R bərabərdir 3-ə. 2R, R bərabərdir 3. R 3-dürsə, X 60 dərəcəlik bucaq qarşısında dayanır. 60-ın qarşısı 30-un qarşısından kökdə 3 dəfə böyükdür. 3 kökdə 3. Anlamadıqsa silək, bir də izah eləyək, çəkinməyin. Müəllim, bir də izah eləyə bilərsiniz? Bir də izah eləyə bilərəm. Baxın, onu biraz böyüdüm. Yəni, birinci dəfədən optimal yolu seçmək çətindir, amma hər halda izah edim. Bax, bu ADB bucağı 30-dur. Mən də buradan bir dənə də radius çəkdim. Dedim, bu radiusdur, bu da radiusdur. Onda bu bərabər yanlıdır, onda bura 30-dur. Toxununa çəkilən radius ona perpendikulardır. Deməli, bura 90-dır. Digər tərəfdən onda bura 120-dir. Bura 120-dirsə, bura 60-dır. Ora 60, 90, deməli, bura 30-dur. AC 3-dür, OC radiusdur. Bizdən BD-ni soruşurlar, X. BD X-dırsa ABD-nin BD tərəfi X-dırsa AB tərəfi də X-dir. Çünki 30-30 bərabər yanlıdır. Bundan sonra nə edirik?
30 dərəcəlik bucaq qarşısındakı katet, bax bu R, hipotenuzun, yəni R üstəgəl 3-ün yarısıdır. Onda R üstəgəl 3 bölü 2 R'dir. 2-ni attım bura. 2R bərabərdir R plus 3. R atıram bura. R bərabərdir 3-ə. Radius 3'dür. Hə, radius 3'dürsə, radius neçə dərəcənin qarşısında deyəlim? 30'u. X neçənin qarşısında deyəlim? 60'ı. 60 dərəcəlik bucaq qarşısındakı katet 30 dərəcəlik bucaq qarşısındakı katetdən kökdə 3 dəfə böyükdür. Onda belə çıxır ki, bura 3 kökdə 3'dür. Razımız Zeynəb? Bildim müəllim, aydındır, çox sağ ol. Hı -hı. Etiraz edə bilərsiniz uşaqlar. Hə, 3 kökdə 3 Y bəndindədir, bilmədim indi. Hansı bənd işarələmişdim yox. Uşaqlar, bu ifadə kosinus 2 alfanın üstürüdür. Onda oldu sinus x, 2x bərabərdir kosinus 2x. İfadəni kosinus 2x-ə bölək. Alaq tangens 2x bərabərdir 1. 2x bərabərdir pi bölü 4 üstəgəl pi k. Tangens 1-i pi bölü 4 üstəgəl pi k-da bölünür. 2-yə də beləsi olsaq pi bölü 8 üstəgəl pi k bölü 2. Variant C. Niyə də etiraz edə bilərsiniz? Müəllim, Aha. bu 2 pikaları kosinüs sinüs mənfi 1 alırdı. Kosinüs da bütün qiymətlərində. Bunlar biraz 2 Hə, pika. yadda saxlayaq ki, tangens həmişə pi k ilə, o heç. Kotangens Bəli, də pi k bəli, ilə. bəli, Sinusda tənliyində bəli, bir dənə bizdə pi bölü 2 üstəgəl 2 pi k var, birdə. Bir də mənfi 1-də mənfi pi bölü 2 üstəgəl pi k var. 2 pi k var. Qalan yerlərdə bəli, yenə də onda da pi k-dır. bəli, Kosinusda isə hər yerdə 2 pi k-dır, bir dənə yerdən başqa. O da kosinus x bərabər 0 olandır. bəli, bəli, Burada bəli. pi k-ydı. Sağ ol. Düzdür, mənim video izahatım var, orada bütün hamısını çıxarışlarını vermişəm. Yaxşı Bəli, olar ki, o videoya baxasınız. Yaxşı, davam tamam. elədik. Bu oldu bizdə 11, 12. A və B çoxluqları üçün deməli, A-nın elementlərin sayı B-dən 3 qat çoxdur. Kəsişmədə 8 element var. Yaxşı, belə yazaq da. A-nın B-nin kəsişməsində 8 yazaq. A çıxıq B 25-dir. Deməli, A-da təkcə 33 element var. A-da 33 element varsa, gərək B-də 11 element olsun. B-də 11 element varsa, gərək bu B-nin burasına 3-ü düşsün. Ümumi birləşmədə də 36 element. Aha. Natural ədədlər çoxluğunda bu tənliyin köklərinin sayını tapın. Deməli, bizim natural ədədlər çoxluğundadır funksiyamız və köklərin sayını istəyirlər bizdən. Ki, x-in kubu buna bərabərdir. Burada bir dənə ağlıma mənim qiymət qoymaq gəlir, amma indi biz sayını başqa cürdə fikirləşməyə çalışarıq. Amma ağlıma yalnız qiymət qoymalar gəlir. Yəni, mən başa düşürəm ki, 9y məndə x kubu çıx 5-dir. Y də bərabərdir x kub çıx 5 bölü 9. Yəni, x kub çıx 5 9-a tam bölünməlidir. Əks halda bu mümkün deyil. Bizdə və nəinki tam bölünməlidir, həm də natural olmalıdır. Deməli, 2-nin kubu yaramaz, 3-ün kubu yaramaz, 4-ün kubu 64 çıx 5 yaramaz, 5-in kubu o da yaramır 120. Yaxşı, belə üsulla tapmaq çox kobuddur axı. 6-nın kubu çıx 5. Aha. Bizə nə lazımdır? Deməli, belə çıxır ki, bizi x-in kubunu 9-a böləndə qalıqda 5 qalmalıdır ki, biz o 5-i də çıxaq, tam bölünsün. X-in kubunu deməli 9-a böləndə qalıqda 5 qalmalıdır. Aha. X-in kubunu 9-a böləndə 5 qalmalıdırsa, 9y üstə gəlib 5 formasındadır. Burada qiymət qoymadan başqa bir şey varmı? Hı -hı. Yaxşı. Birinci sizə eşidim, yaxşı, mən sonra fikirləşim. Siz nə eləmişsiniz? Qiymət Qiymət qoyma. qoymadan. Varmı belə bir üsul? Nihat?
Mən də elə yanaşmışam ki, 9-a böləndə qalıq 5 eləməlidir. Yəni Bu da heç qiymət vermisən birində. də. Bəli. Qiymət vermişik. Yaxşı, biz bircə saniyə. Qiymət vermədən. Başqa təklif varsa deyin. Mhm. Yaxşı. Başqa təklif ağlımıza gəlmir. Olanı tapaq, sonra davam edərik. Ağlımıza nəsə gəlsə. Ki, nə etmək olar uşaqlar? Yəni maksimal kök onsuz da 4 dənədir. Yəni bunların arasından axtarırıq. Birini tapaq, sonra qalanlarını da həll edək. Görək ümumiyyətlə biri varmı? Bizdə belə çıxır ki, 4-ün kubu 64, 5 çıxsaq 9-a bölünməz. 3-ün kubu 27, 2-nin kubu 8, 5 çıxsaq 9-a bölünməz. Digər tərəfdən 5-in kubu 125, 5 çıxsaq 120, 9-a bölünməz. 6-nın kubu 216, 9-a bölünmür. Ümumiyyətlə 3-ün kubu, 6-nın kubu bizi heç qane eləməz. Soruşursunuz, niyə qane eləməz? Çünki o kublar özləri 9-a bölünür, amma buradakı 5 9-a bölünmür. Bu variant avtomatik çıxır. 7-nin kubu 343 çıx 5. 343 çıx 5. Bu rəqəmləri zəmin neçə eləyirdi? 10 çıx 5, 5 qalır. Bu da bölünəsi deyil. 8, 3, 338. Bölünəsi deyil ki, bölünəsi deyil. Aha. Yaxşı. Onda belə çıxır ki, elə bir ədəd tapmaq olmayacaq. Yaxşı, bu dayansın hələlik. Ağlıma fikir gəlmir. Birazdan baxarıq ki, nə etmək olar burada. 1 üstəgəl tangens x üstəgəl kotangens x dx bərabərdir 8-də 1. A-dan pi bölü 4-ə deyir. A-nın hansı ən kiçik qiymətində bu bərabərliyi doğrudur. Birinci bunu sadələşdirməyə çalışaq. Tangens x-in yerinə biz nə yaza bilərik? Sinus x bölü kosinus x. Kotangens x-in yerinə yaza bilərik. Kosinus x bölü sinus x. Bəli. Kotanges deyirdim, müəllim, ona tərsi deyərdim. Hə. Toplayaq bunları, ortaq məxrəcə gətirək. Nə olacaq? Sinus x, kosinus x. Bu vurulacaq uşaqlar sinus x-ə olacaq sinus kvadratı x. Bu vurulacaq kosinusa kosinus kvadratı x. Toplayacaq, alacaq 1. Aha, həmin o 1, 1 bölünsün bu, bir-birinin tərsidir, qalxacaq yuxarı. Alacaq A-dan pi bölü 4-ə sinus x, kosinus x. Sinus x, kosinus x. Və onda belə çıxır ki, dx. Bunu da 2-yə vurub 2-də 1-ə bölsək, 2-də 1 vur 2 yazsaq. Bu nə verəcək bizə? Sinus 2x-i verəcək. Sinus 2x. Bu tərəfdən yazıram. 2-də 1 çıxır önə. A-dan pi bölü 4-ə sinus 2x dx. Bunu da inteqrallamaq olmaz. Çünki burada sinusda 2x-dir, burada isə x-dir. İnteqrallamaq üçün bura bir dənə 2 artırırıq özümüzdən. Yenə də əlavə qarşıya bir dənə 2 artırırıq. Ki, qoy burada 2x olsun. Burada da həmin o 2x-i argumentlə d altındakı ifadələr eyniləşsin. Olur 4-də 1. Sinusun artıq 2x dx-in inteqralı verir mənfi kosinus 2x. A-dan pi bölü 4-ə. Bir dəfə pi bölü 4-ü, bir dəfə A-nı qoyuruq yerinə. Mənfi 4-də 1 vur kosinus pi bölü 4-ü 2-yə vururuq. Pi bölü 2 çıx kosinus 2a bərabərdir 8-də 1-ə. Kosinus pi bölü 2-də alır 0. Mənfi 4-də 1-ə vururuq. Müsbət 4-də 1 kosinus 2a bərabərdir 8-də 1-ə. 8-də 1-i 4-də 1-ə bölürük. Kosinus 2a 2-də 1-dir. A-nın ən kiçik müsbət qiymətini istəyirlər. Kosinus 2-də 1 ən aşağı alır 60 dərəcədə, yəni pi bölü 3-də. Və buradan da 2a pi bölü 3-dürsə, a pi bölü 6-dır. Kimə aydın olmadsa desin, yenidən izah edeyim, çəkinməsin. Buyurun. Kimə aydın deyil? Müəllim, Aha, Aysu, buyur. siz orada mənfi 4-də 1, niyə orada kosinus 2x yazdınız? Sinus 2x-in inteqralı oldu kosinus 2x-da. Hə, integral. Hə, bildim. Müəllim, bir söz soruşmaq olar. Aha, buyur Yaqub. Orada dx-in sağın 2-yə vuranda bu tərəf sola məxrəcə yazırsınız. Onda Bəli, sürət o yazılır. neytrallaşdırmaq üçün bir-birini. Yəni birini 2-yə vurmuşamsa, sonra 2-yə bölməliyəm.
Ha, bəli, bəli. Ha, oldu. Sonra aydın olmayan hissə. Yaxşı, səs soraq olmadı. Hələlik 13-ü yadda saxlamışam. Onu ən sona saxlayaq. 41-i 4-ə bölək. 41-i 4-ə bölək. Bu nə edəcək? İ'nin üstlərini işləyəndə həmişə 4-ə bölüb qalıqlarla işləyirsən. I üstü 1, I üstü 0 qalıqlar. Kökdə 3 çıx 2 I. I üstü 1 I eləyir, I üstü 0 1 eləyir. 1 üstə gəl I. Böl kökdə 3 çıx 2 I. Bunu irrasionallıqdan azad edək. Sürəti də məxrəci də vuraq kökdə 3 üstə gəl 2 I-yə. Nəticədə məxrəcdə uşaqlar alınacaq A kvadrat çıx B kvadrat. 3 çıx 4 I kvadrat. Birincinin kvadratı çıx ikincinin kvadratı. Vuraq açaq. Kökdə 3 üstə gəl 2 I. Üstə gəl I kökdə 3. Üstə gəl 2 I kvadrat. Aşağıda da 7. I-nin kvadratı eləyəcək. Mənfi 1 vuracaq 2 mənfi 2. Alacaq kökdə 3 çıx 2 böl 7. Bu i'siz olan hissə. İ-lə olan hissə isə olacaq üstə gəl 2 üstə gəl kökdə 3 böl 7 i. Bu bizdə RZ-dir. Bu bizdə imzdir. İ ilə dayanan imzdir. Onda bizə bunların neyi lazımdır? Hasili. Deməli kökdə 3 çıx 2 böl 7-ni vururuq. 2 üstə gəl kökdə 3 böl 7-yə. 7-ni 7-yə vuracaq 49. A çıx B A üstə gəl B nə verəcək bizə? A kvadrat çıx B kvadrat. Yəni kökdə 3-ün kvadratı 3 çıx 4. 3 çıx 4 mənfi 1. Variant A. Aydınsa davam edək. Aydın deyilsə də soruşun. Keçdik növbətiyə. Aha. A nöqtəsindən D düz xəttinə qarşılıqlı perpendikulyar AB və AC mailləri çəkilib və maillərin düz xətt üzərindəki proyeksiyaları BH və HC-dir. Aha. AB 8-dir, HC 12-dir. BC-ni istəyir. Uşaqlar, bura bir x yazaq. Və biz bilirik ki, hər bir katetin kvadratı öz proyeksiyası vur hipotenuzdur. X plus 12. Buradan da x-i tapası olsaq 4 eləyəcək x. Çünki 64 bərabərdir. 4 vur 16. X-i 4 tapdıqsa BC də olacaq 4 üstə gəl 12, 16. Vəssalam. Belə bir düsturumuz var idi. Bir daha təkrarlayıram. Katetin kvadratı öz proyeksiyası vur hipotenuzdur. Oxşarlıqdan çıxan düsturdur. Keçdik. 17. P və Q prizmaları oxşardır. P-nin həcmi var, hündürlüyü var. Q-nun hündürlüyü 2-dir. Biz bilirik ki, oxşarlıq əmsalı hündürlüklərin nisbətidir. P-ni Q-yə bölək. Bu da eləyər 2. Və buradan Q-nun oturacağının sahəsi, P-nin oturacağının sahəsinin neçə faizidir? Bizdən S oturacaq Q böl S oturacaq P-ni soruşsa, onda bunları tərsinə yazdıq. Sahələrin nisbəti oxşarlıq əmsalının kvadratıdır. 2-nin də kvadratı 4 eləyərdi, amma tərsinə yazmışıqsa 4-dən biridir. Yəni Q-nun oturacağının sahəsi, P-nin oturacağının sahəsinin 4-ündən biridir. Yəni 25%-dir. Buradakı 128 söhbəti heç bizə lazım da deyil. Yəni orada elə bir rolu yoxdur onun. Keçdik. Funksiyanın təyin oblastını tap. 18 nömrəli misalda. Funksiyanın təyin oblastını tapmaq üçün kökün altındakı ifadəni birdən böyük bərabər götürmək lazımdır. Yəni belə çıxır ki, bir saniyə. 1 çıxılsın loqaritm 3 əsasdan x. Bu böyük bərabər olmalıdır 0-dan. Onda loqaritm 3 əsasdan x özü kiçik bərabərdir 1-dən. 1-i atırıq bura, 1 mənfi 1 eləyir, mənfiyə bölür, işarə dəyişir. 3-ü atacağıq bura, loqaritm x kiçik bərabərdir 3 üstü 0, 1-dən. Amma loqaritmin içi istənilən qədər kiçik ola bilməz. Gərək 0-dan bu böyük olsun, mənfi ola bilməz. Onda 0-dan 3-ə, 0 açıq, 3 qapalı. Burada da variant C. Keçdik növbətiyə. Ədədin natural bölənlərinin sayını tap. Birinci hər ikisindən 11-in kvadratını çıxaraq çölə. 11-in kvadratını çıxaraq qaldı 11 üstə gəl
11'in kubunu 11'in kvadratına böləndə. 5'in kvadratı. 5'in kvadratı 25, üstündə 11, 36. 36 özü də 2 üstü 2 vur 3 üstü 2'dir. Və bizdən natural bölənlərin sayını istəyir. Ədədi sadə vurğularına ayırdıqdan sonra natural bölənlərin sayını tapmaq üçün üstlərin üzərinə 1 gəlib bir-birinə vururuq. Bu da eləyir 3 vur 3 vur 3 27. Ümid edirəm ki, bu da çatdı. Yəni çatışmayan, nəsə qaranlıq qalan hissə varsa deyirsiniz. Müstəvi xaricindəki nöqtədən müstəviyə endirilmiş mail var və bu mailin uzunluğu 12-dir. Onun müstəvi üzərindəki proyeksiyası 6-dır. Mail ilə müstəvi arasındakı bucağı, buradakı bucağı alfanı soruşur. Mən bilirəm ki, yuxarı 30-dur. Çünki 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Onda alfa bucağı bizdə 60-dır. Yəni suallar elə də çətin deyil. İndi bir dənə orada həlli tapılmayan məsələmiz var, ona baxacağıq, amma belə çətinlik görmürəm. 21 qrafiki 1,0 nöqtəsindən keçən funksiyanın qrafikinə apsisi 2 olan nöqtədə çəkilən toxunanın bucaq əmsalı 12-dir. Ümumiyyətlə, toxunanın bucaq əmsalını necə təyin edirik? K bərabərdir bizdə f'(x0). Yəni, törəməni biz tapaq. 5x kvadratın törəməsi edir 10x çıx b və aparıb x-in qiymətin yerinə qoyanda k-nı almalıyıq. X-in qiyməti orada 1-dir. Yəni, 10 çıx b verməlidir k-nı. K-nın da yerində 12 deyəm. B də buradan nəyə bərabərdir? -2-yə. Deməli, B-ni tapdıq. B -2-dir. Hə, bəs indi C-ni necə tapaq? Bu y bərabər olur. Onda 5x kvadrat. B-ni -2 tapmışıq. Üstə gəl 2x, üstə gəl C. Tələbə də bilir ki, bu hansı nöqtədən keçir? 1-0-dan. Yəni, x-a 1 verəndə cavab 0 eləməlidir. 0 onda bərabərdir. X-in yenə 1 qoysaq 7. Üstə gəl C. Buradan da çox maraqlıdır ki, C də bizdə alınır -7. C -7 elədi. B də -2 elədi. Hər şey düzdürmü? 10x çıx B. Bərabər olmalıdır 12-yə. B -2-dir. Bəli. -2 üstə gəl -7 də -9 edir. F bəndi. Uşaqlar, siz nə almışdınız? Aha. -9 deməli. Siz nə almışdınız? -9 almışdınız. Bəli, müəllim. Nihat? Bizə dəqiqə. Mən 11 almışdım. 11 almışdın. Necə? Bir dəqiqə 10x. Yox, Çıx B aldıq da, düzümü? Bəli, 10x B 12. 10x B 12. B -2. Mən burada səhviniz ondadır ki, x2 olanda siz 1 qoymusunuz. 2 olan Üzr nöqtədə. istəyirəm. Bəli, burada 1-0-dan keçməyib axı, düz deyirsən. 2 olan nöqtədə. Apsisi 2 olan nöqtədə şey eləyiblər bizə. Onda bu olmalıydı 20 çıx B. X-in yenə 2 qoymalıydıq. 2 qoyanda da bizdə neçə eləyəcəkdi? B8. B8 olacaqdısa, onda bizdə misal olacaqdı 5x kvadrat çıx 8x üstə gəlsə. Toxunan bizdə uşaqlar 2-də çəkilib. Düzgün baxmaq lazım idi. Toxunan bizdə 2-də çəkilib. B oldu onda 8. B oldu bizdə 8. B bizdə 8-dirsə, hansı nöqtədən keçməlidir? 1-0-dan. 1-i qoyuruq yerinə. -3 üstə gəlsə, C deyir 3. C deyir 3. C 3-dür. B 8-dir. Toplayanda 11. Ümid edək, Elnur, səndə də aydındır. Aydın oldu müəllim. Mən də ona fikir verirəm. Uşaqlar, nöqtələr fərqli qoyulub orada. Apsisi 2-yə qoyulub bir dəfə də, sonra da 1-0. Ümid edirəm aydın oldu. Aydın olmazsa deyin, bir də izah edeyim. Problemli deyil. Aha. Müəllim, o 3 dəqiqə x var, o həm də izah edərsiniz sizə. Bax, bir də izah edək. Bax, bizə bucaq əmsalı K-dır. K nəyə bərabərdir? F'(x0-a). Bax, törəməni tapdıq. Bax, onun törəməsini tapdıq. Elədi 10x çıx B. Bu verməlidir K-nı. Amma bu x nə x-idir? Hansı nöqtədə çəkilibsə. Hansı nöqtədə çəkilib bizdə? 2 nöqtəsində şərtə görə. Onda oldu 10 vur 2, 20 çıx B. K-nın yerində durub 12. 20 çıx B 12-dirsə B 8-dir. Aha, bunu bildik. Aparıb təzədən qoyduq hər şeyi yerinə. 5x kvadrat çıx 8x üstə gəl C. Oldu mu?
İndi nə edirik? Hansı nöqtədən keçməlidir? 1 0-dan. Yəni 1 qoyanda cavab 0 eləməlidir. Y-in yerinə 0, X-in yerinə 1, üstəgəl S. Buradan da -3 üstəgəl S 0-dır, S 3-dür. S 3-dür, B də 8-dir. Topladıq 11. Razı, narazı? Başa düşdüm oğlum. Başa düşdüm. Çox gözəl. Keçdik növbətiyə. Yenə də uşaqlar ümid edirəm aydındır. Kimə aydın olmur, çəkinmədən deyir. 12. Burada ortaq məxrəc gətirək. Hə, bir də əskər buradadır. 14-ü bir də istəyirdi. İzah edeyim 14 əskər. Mən istəmədim ki, mən. Biz kim istəmişdi bizdən 14-ü? Əskərlik. Hə, əskərlik istəmişdi. Yenə də istəsəz deyərsiniz. Hər halda davam edirəm. Baxın. Mesaj görməyən də səslə də ata bilərsiniz ki, uşaqlar ki, müəllim deyin. Deməli 22-də də adi bir sualdır, ortaq məxrəcə gətiririk. Ortaq məxrəcə gətiririk və sonra nəticəni əldə edirik. Ortaq məxrəc 2n plus 1 vur n üstəgəl 2-dir. Bu birinci ifadəmiz n üstəgəl 2-yə, ikinci ifadəmiz 2n plus 1-ə vurulacaq. N üstəgəl 2-yə vuranda olacaq 2n kub üstəgəl 4n kvadrat üstəgəl 3n üstəgəl 6. N kvadratın 2-nə vururuq 2n kub, amma mənfisi var qabağında, mənfi 2n kub. Mənfi n kvadratın 1-ə vururuq, mənfi n kvadrat. Mənfi 1-i 2-nə vururuq, mənfi 2n, qarşıda bir dənə mənfi müsbət 2n. Mənfi 1-i 1-ə vururuq, mənfi 1 və qarşıda bir dənə də mənfi müsbət 1. 2n kublar gedir, sürətdə qalır 3n kvadrat, sonra üstəgəl 5n, üstəgəl 7. Məxrəcdə nə qalır? 2n-ə vururuq, 2n kvadrat, üstəgəl 4n, üstəgəl n, üstəgəl 2. Bu limit n sonsuzluğa gedəndə ən sürətli artan dəyişənə bölürük ifadəni. Yəni n kvadratına bölürük. 3n kvadrat bölü n kvadrat, 5n bölü n kvadrat. Da limiti yazmıram 2 dəqiqədən bir. 7 bölü n kvadrat, böl 2n kvadrat bölü n kvadrat. 4n üstəgəl n eləyəcək 5n, 5n bölü n kvadrat. Mənim Və cavab 2 3 bölü n. bölü 2-dir mənim. Bəli, Cavab 3 bölü 2 eləmir. bəli 3 bölü 2 eləyəcək. Bu n kvadratlar bunlar sıfıra gedəcək, sıfıra gedəcək, sıfıra gedəcək, sıfıra gedəcək. N kvadratlar ixtisar gedəcək 3, məxrəcdə də 2. 3 bölü 2. Vəssalam. Mən bir yeri başa düşürəm. Mənim o lap birinci var 2n kubu siqə 4n kvadratı. O Aha. 4n kvadratı hardandır mənim? Bax 2n-i vurduq n-ə, 2n kub. Sonra 2n-i vurduq 2-yə, 4n kvadrat. Razı? Bəli, bəli, başa düşdüm mən. Aha, əla. Davam edək. Aha. Yenə də uşaqlar, başa düşməyən tələbə desin. Burada çatda görmürəm mən. Hər halda. Keçdik 23-ə. 23-də uşaqlar mənfi 4-4 aralığındakı tam həllərin cəmini istəyir. Nə etmək olar uşaqlar? Birinci nəzərə almaq olar ki, bu x çıx 3-ün kvadratı bizə misalımızda heç bir təsiri yoxdur. Kvadrat həmişə müsbətdir. Sadəcə bir dənə x 3 ola bilər. X 3 ola bilər. Çünki x 3 olsa 3 çıx 3 nə edəcək? 0 bərabərlik ödənəcək. Yəni x 3 yadımızda qalır ki, hə, 3 var. Amma belə kvadrat heç nəyin problem yaşatmır. X 4 də həmişə müsbətdir. Bunu da silmək olar. Amma nəzərə almaq lazımdır ki, x 0 ola bilməz. 0 ola bilməz. Ona görə ki, məxrəc 0-a çevrilir. Yəni bizdə ifadə qaldı x plus 2-nin kubu böl x çıx 5 üstü 5. Böyük bərabərdir 0-dan. Ayrı-ayrılıqda 0-a bərabər eləyək. X plus 2 0-dır. X nədir? Mənfi 2-dir. X çıx 5 0-dır. X nədir? 5-dir. Bundan sonra nə elədik? Mənfi 2-ni qeyd etdik. 5-i qeyd etdik. Hissələrə böldük. Müsbət, mənfi, müsbət. Bizə nələr lazımdır? Müsbət isə, yəni, mənfi sonsuzluqdan mənfi 2 qaralanmalıydı uşaqlar, çünki bərabəri vardı, amma 5 qaralanmayacaq, çünki məxrəcdədir. Mənfi sonsuzluqdan mənfi 2-yə kimi birləşir 5 açıq müsbət sonsuzluq. Deməli, bizim indi tam həllərimiz.
mənfi 4, 6 arasında da düşməliyik və bu aralığa düşməliyik. Buradakı hansı tam əllər var? Mənfi 3 var. Mənfi 2 var. 1, deməli, mənfi 1 yoxdur aralığımızda. 0 yoxdur. 1 yoxdur. 2 yoxdur. Amma 3 var. Yuxarıdan var 3. 3 var. O işarədən asılı olmayaraq 3 var. Çünki 3 çıx 3 0 eləyəcək. 0-da nəyə vurursan vur 0 eləyəsidir. Sonra 4 yoxdur. 5 açıqdır. O da yoxdur. 6 var. 6 çünki bu da qapalıdır. Bunları da toplasaq eləyəcək 4. Cavab 4. Etiraz edə bilərsiniz. Buyurun. Kim başa düşmürsə də çəkinmədən desin, yenidən izah edək. Müəllim, yuxarıda x bərabərdir 3 yazmışıq. Onu nə üçün yazmışdıq? Biz x çıx 3'ü sildik burada. Dedik ki onsuz da işarəyə təsir eləmir. Kvadratı var deyənə işarəyə heç bir təsiri yoxdur. Amma x 3 olsa 3 çıx 3 0 eləyəcək. Da o birlərin işarəsi nə olur olsun? 0'ı istənilən əldə vuranda 0 eləyəcək. Yəni bərabərsizliyimiz ödənəcək. Çünki burada bərabər işarəsi var. Razı mı? Belə başa düşmədinizsə başqa cür izah edin. Yəni başqa üsulla. Aydındır müəllim. Aha, deyək ki aydındır. Müəllim, bir də təzədən deyəcək axırı müəllim. Bax Əliyev başqa üsulla deyirəm. Bu tip bərabərsizləri həll eləmək üçün ayrı-ayrı sıfıra bərabər elə hər şeyi. Göz yumlu. Nə var, nə yox hamısını. Hamısını sıfıra bərabər elədik. Ədəd oxunda. Hansılar ki sürətdən alınıb onları qaralayacağam. Hansılar məxrəcdən alınır boş qoyacağam. Deməli, məndə alınıb bir köklərdən biri mənfi 2. Sürətdən alınıb, qaralamışam. Köklərdən biri alınıb 0. Məxrəcdən alınıb, içərisi boş. Çünki məxrəc 0 ola bilməz. Alınıb 3, sürətdən alınıb, qaralayıram. Alınıb 5, məxrəcdən alınıb, açıq. Bundan sonra hansı ki köklərin dərəcələri cütdür, onlar cüt dərəcəli köklərdir. Məsələn, x4-dən 0 almışam, bu cüt dərəcəli kökdür. Bir də burada cüt dərəcəli köküm var. Cüt dərəcəli kök ətrafında işarə dəyişmir. Bunu bilirəm. 5-dən böyük bir qiymət qoyuram yerinə. 6. Hesablayıram müsbət. Sonra gəlməlidir mənfi. Sonra gəlməlidir yenə də mənfi. Sonra gəlməlidir yenə də mənfi. Niyə? Cüt dərəcənin ətrafında işarə dəyişmir. Sonra gəlməlidir müsbət. Adi köklərin ətrafında, tək dərəcəli köklərin ətrafında işarə dəyişdi. Mənə hara lazımdır? Sıfırdan böyük bərabərdir. Mənfi sonsuzluqdan mənfi 2-yə qapalı birləşir 5-dən müsbət sonsuz. Bir də yadda saxlayıram ki, qaraladığımlar həmişə cavabda olmalıdır. Əgər aralığın içində yoxdursa, onu ayrıca birləşmə 3 yazırlar. Ayrıca birləşmə 3, yəni 3 də oradadır. Yaxşı, deyək ki, 3 də oradadır. Kökləri tapdıq. İndi bu köklərdən mənfi 4-6 arasına düşənləri götürürəm. Mənfi 4-6 arasında mənfi 3 var. Bizim aralığımızda da var o. Mənfi 3, mənfi 2-dən balacadır. Mənfi 2 var, o da bizə sərf edir. Var cavabımızda. Mənfi 4-6 arasında mənfi 1 var, amma bizim cavabımızda yoxdur. 0 var, bizim cavabımızda yoxdur. 2 var, bizim cavabımızda yoxdur. 3 var, bizdə cavabımızda da var. 4 yoxdur, 5 yoxdur cavabımızda. 6'nın özü burada da var. 5'ten sonra da orada cavabımızda da var. Yəni keçdiyi nöqtələri tapırıq və bunların cəmini istəyiblər 4. İndi buyur, Əliyev, harası aydın olmur, de orasından izah edin. Başa düşdüm müəllim. Yaxşı, deyək ki, başa düşdük. Keçdik. 24. İlk n həddinin cəmi verilib, arzılığın 172-yə bərabər olan həddinin nömrəsi. Ümumiyyətlə, AN bərabərdir. SN çıx SN minus 1. Bizim SN'miz var. Gərək SN minus 1'i tapaq. Bunun üçün n'in yerinə n çıx 1 qoyaq. Olacaq 5 vur n kvadrat çıx 2n üstə gəl 1 çıx 3n üstə gəl 3. Mötərizələri açsaq 5n kvadrat çıx 10n üstə gəl 5 çıx 3n üstə gəl 3. Nəticədə 5n kvadrat çıx 13n üstə gəl 8 alacaq. İndi AN'miz bizim bərabər idi. SN, yəni 5n kvadrat çıx 3n
Çıxılsın. Sn minus 1'imiz də bərabərdir. Sn minus 1'imiz də bərabərdir. 5n kvadrat çıx 13n üstə gəl 8. Çıxaq bunların hamısını. 5n kvadratlar getdi. Mörtəzləri açanda. Qalacaq 10n çıx 8. Bu bərabər olmalıdır 172'yə. 10 dənə n bərabərdir 180'da. N də bərabərdir 180'da böldük 10'a 18. 18-ci nömrədir. Buyurun yenə də etirazınızı eşidirəm. Müəllim, bu yenidən izah edə bilərsiniz zəhmət olmasa. Bir daha izah edirəm. Baxın, bizdə ardıcıllığın hər hansı bir həddi 172'dir. Yəni AN 172'dir. Biz də bilirik ki AN SN çıx SN minus 1'dir. Bizdə SN var. Amma SN minus 1'imiz yoxdur. SN minus 1'i necə tapırıq? Götürürük N'də bütün SN'dəki bütün N'lərin yerinə N çıx 1 yazıram. Yəni 5 vurulsun N çıx 1'in kvadratı, çıx 3 vurulsun N çıx 1. Və başlayıram hesablamağa. Bərabərdir. 5 vurulsun N kvadrat çıx 2N üstə gəl 1, çıx 3N üstə gəl 3. 5N kvadrat çıx 10N üstə gəl 5, çıx 3N üstə gəl 3. Bu da 5N kvadrat çıx 13N üstə gəl 8 aldıq. İndi AN bizdə bərabər idi. AN bizdə bərabər idi. SN, yəni 5N kvadrat çıx 3N çıx SN minus 1. SN minus 1 də bizə verəcək 5N kvadrat çıx 13N üstə gəl 8. Açdıq mötərizələri. 5N kvadrat çıx 3N çıx 5N kvadrat üstə gəl 13N çıx 8. 5N kvadratlar getdi. Qaldı 10N çıx 8. Bu 10N çıx 8 AN'dir. 10N çıx 8 bizdə bərabərdir 172'yə. 10 dənə N 180'dır. N 18'dir. Buyur etiraz verirəm. Amma aydın oldu müəllim. Təşəkkürlər. Keçdik növbətiyə. 25. Deməli, ASB düzbucaqlı üçbucağında bucaq S 90 dərəcədir. Aha, AC 3'tür, BS 4'tür. AC 3'tür, BS 4'tür. Onda burada Pifagor teoreminə görə AB 5'dir. Və deyirlər A təpəsindən BS tərəfinə paralel xətt çəkilib. Və bu düz xəttin ətrafında fırlanmasından əmələ gələn fiqurun həcmini tap B3'dür. Deməli uşaqlar bizdə verilib ABC düzbucaqlı üçbucağı. Bu üçbucağımız budur. Fırlanan da üçbucaqdır. Üçbucaq fırlanır. Üçbucaq fırlanır. Bu orta hissəsi bunun boş qalır. Baba bu hissəsi boş qalır. Tələbə nəyi bilməlidir? Bizdə təkcə bu qıraqlar doludur. Orta boşdur. Ya metod 1 silindrin həcmindən konusun həcmini çıxar, məsələni bitirər. Elə ən yaxşısı budur. Deməli, o həcmi tapmaq üçün silindrin həcmindən konusun həcmini çıxmaq lazım. Silindrin həcmi pi r kvadrat vur h-dır. Konusun həcmi 3'də 1 pi r kvadrat vur h-dır. Çıxanda qalır 3'də 2 pi r kvadrat. Burada 3'də 2, pi'nin yerində 3 durur. R bunun radiusudur. Bu radius elə 3'dür. 3'ün kvadratı 9. H da bunun hündürlüyü 4. Hesablayası olsaq 72. Vəssalam. Etiraz edə bilərsiniz. Fırlanma cisimlərinə aid sual idi. Və keçdik. 26. ABCD düzbucaqlı üçbucağın BD diaqonalı 8 cm-dir və AD tərəfi ilə 15 dərəcəlik bucaq əmələ gətirib. Baxırıq, diaqonalımız var. Burada 15 dərəcəlik bucaq var. Deməli, A, B, C, D. Deməli, BD diaqonalı AD tərəfinə 15 dərəcəlik bucaq əmələ gətirib
diaqonalın öz uzunluğu 8-dir. C təpəsindən BD diaqonalına qədər olan məsafəni istəyirlər. Burada nə möcüzə yaradacağıq? Atdım 1. Biz AC diaqonalını da çəkəcəyik düzbucaqlıda. Burada da 15 dərəcə yaranacaq. Bura xarici bucaq olacaq 30 dərəcə. Fiqurun sahə düsturu. İstənilən dördbucaqlının sahə düsturu 2-də 1, D1, D2 sinus alfadır. Yəni bizdə düzbucaqlının sahə düsturu 2-də 1, 8 vur, 8 vur, sinus 30 dərəcədə də 2-də 1 alır. Alınır 16. Fiqurumuzun sahəsi 16-dır. Digər tərəfdən düzbucaqlının sahə düsturlarından biri diaqonal vurulsun ona çəkilən hündürlüyüdür. Diaqonal 8-dir, hündürlüyü bilmirik, onu soruşurlar onsuz da bizdən. Sahə verməlidir 16. 16-nı da 8-ə bölürük 2. Əssalam. Yenə də etiraz edə bilərsiniz. Buyurun. Etiraz yoxsa davam eləyək. Sonda 13-ə baxacağıq uşaqlar. Bir dənə sualımız arada qalıb. Sonra da səhv düzünüzün sayını soruşacağıq. Aha, çəkilişi dayandırıb belə soruşarıq. Funksiyanın ən kiçik müsbət dövrləri üçün uyğunluğu müəyyən edin. Nə edək? Baxın, birincidə bizdə bu eləyir 2-də 1 sinus 4x. Dövrü də tapanda 2 pini bölürəm 4-ə. 2 pini böləndə 4-ə alınır pi bölü 2. Yəni bunun dövrü pi bölü 2-dir. Bu cos üstü 4x çıx sin üstü 4x. Bu da bizə verir kosinus 2 alfanın düsturunu. Yəni 2x. Bunun da dövrünü tapanda 2 pi'ni bölürük x'in qarşısındakına. Yəni 2'yə. Elir pi. S də bunundur. Sinus x üstəgəl kosinus x isə kökdə 2 sinus x plus pi bölü 4 düstur. Və x'in bu zaman qarşısında 1 deyir. Burada 2 pi'ni 1'ə böləndə elir 2 pi. Y də bunundur. 1D, 2Y, 3S. Yenə də etiraz edə bilərsiniz. Və keçək sonunculara. Sonra istənilən sual yerində qalanda deyin. Deməli, kofe satılan bir mağazada 12 kiloqramlıq 5 kilo kisə kofenin çəkisi 3 və 4 kilo olmaqla 2 müxtəlif paketlərə bölünür. Aha. Paketlərin ümumi sayı 17-də hər növ paketdən nə qədərdir? Deməli, biz bilirik ki, bizdə deyək ki, 3 kiloluq və 4 kiloluq paketlər var. Bunlar ikisi birlikdə 17 verməlidir. Bundan savayı 3 kiloluq paketlərin birlikdə cəmi ilə 4 kiloluq paketlərin o kütlələri cəmi verməlidir. 12-ni 5'ə vururuq 60 kiloqram. Buradan da tənliyi həll eləsək, alacağıq ki, biri 8'dir, biri 9'dur. 8 üstə gəl 9, 17 eləyir. 3 vur 8, 24, 4 vur 9, 36, topladıq 60'dır. Birindən 8'dir, birindən 9'dur. Keçdik növbətiyə. Əgər burası aydındırsa. Və 29. 3 kiloqramlıq konfetin qiyməti 5 manatdır. 9 kiloqramlıq konfetin qiyməti isə 6 manatdır. Çox gözəl. 6 manatdır. Bütün paketlərin qiyməti neçə manatdır? Yaxşı. Deməli, 3 kiloqramlığın qiyməti 5 manatdır. 4 kiloqramlıq 6 manatdır. Bütün paketlərin qiymətini soruşur. Çox gözəl. Biz bildik ki, 8 dənə birindəndir. 8 dənə 3 kiloqramlıqdan idi, səhv eləmirəmsə. 9 dənə də 4 kiloqramlıqdandır. Onlar da hərəsi 6 manat. Belir 40, bir də 54. Topladıq 94. Bu da havai sualdır. Bu da havai sualdır. Keçdik növbətiyə. Yəni görürsünüz 2 qat ballar verilir. 3 kiloqramlıq və 4 kiloqramlıq paketlər arasında ikisi təsadüfən seçilir. 17 dənə paketli təsadüfən ikisi seçilirsə, mümkün nəticə sayı kombinizon 17-dən 2-dir. Bu da 17 faktorial böl 2 faktorial vur neçə faktorial 15. Bu da eləyəcək 17 vur 8. Elə belə də qalsın. Vurmaq olar 17 vur 8. Seçilən paketlərdən biri 3 kiloqramlıq olsun, digəri 4 kiloqramlıq olsun. Əlverişli nəticələrin sayı. 9 dənə birindən idi, 8 dənə də birindən idi. 8-dən 1 vur 9-dan 1. Bu da qalsın elə 8 vur 9. Vurmuram. Hadisənin ehtimalı da 8 vur 9 böl 17 vur 8. 8'lər gedir, qalır 17-də
9. Bu da aydınlısa davam edək uşaqlar. Qarşıya gedə bir dənə də. Sonra kimdə nəsə qaranlıq qalan sual varsa desin. Qarşıya bir dənə 13-ə qaydaq. Məncə hamısını dedik. Aha. Deməli, natural ədədlər çoxluğunda təyin olunan köklərin sayı. Bizim ədədimiz natural ədədlərdir və tənliyin köklərinin sayını istəyir. Yaxşı. Deməli, bizim tənliyimiz necə fikirləşək ki, qiymət qoymadan nəsə yazmaq olurmu? Deyək ki, 9y üstəgəl 9 çıx 4 kimi baxaq. X-in kubuna. Bu da 9 vurulsun y plus 1 çıx 4. Ya da x-in kubu üstəgəl 4. Ya hər iki tərəfin üstünə 1 gələk. Müəllim, Bəli. Şəmsi eşidirəm səni. necə Nəsə dedin, yoxsa mən səhv eşitdim? həm x-i, həm y-i dəyişən olaraq qəbul edirik, yəni kök olaraq tapanda. Bəli, ikisi də dəyişə bilər. İkisi də eyni vaxtda dəyişə bilər. X da dəyişə bilər, Y də dəyişə. Bu iki dəyişənli tənliyidir. Yaxşı. Gəlin biz belə eləyək. Uşaqlar, mən çarə görə bilmədim. Ona görə də belə bir metod irəli sürürəm. X də Y də bizdə bir-birindən asılı olmayan dəyişənlərdir. Düzdürmü? Bir-birindən asılı olmayan dəyişənlərdir. Nə gözəl. Bunu belə bir şey eləyə bilərikmi ki, bir z-ə bərabər götürək. Bu z funksiyası olsun, bu da z olsun. 2 dənə z. Və sadəcə biri z bərabər x kub funksiyasıdır. Biri 9y üstəgəl 5 funksiyasıdır. Belə baxası olsaq, biri bizdə budur. Belə bir funksiyadır. Biri də 9y üstəgəl 5. Belə baxası olsaq, bunların kəsişdiyi nöqtə var. Kəsişdiyi nöqtə var. Ancaq hansı nöqtədir? Natural ədədlər çoxluğu. Ancaq belə də yazmaq olmaz. Bizə səni biz zapisi dayandıraq ki, vaxt çox getməsin şey, amma fikirləşməyə davam edək. Müəllim, bir dənə sual verə bilərəm. Ver bizə saniyə. Mən bunu pauzaya qoyum. Deməli, uşaqlar, axır əvvəl tapdıq, biraz vaxt getdi, amma heç olmaz. Ki, rəqəm qoymadan bu məsələ necə həll olunur? Rəqəm qoymadan həll olunur. Birinci addım. Mən başa düşürəm ki, x natural ədəddirsə, onun 3-ə bölünməsindən əmələ gələ biləcək qalıqlar hansılardır? 3-ə bölünməsindən. Ya tam bölünüb, ya qalıqda 1 qalıb, ya 2 qalıb. Yəni x natural ədəd olduğu təqdirdə ya 3k şəklindədir, ya 3k üstəgəl 1 şəklindədir, ya da 3k üstəgəl 2 şəklindədir. Bu üçündən biridir. Başqa formada ola bilməz x. Niyə 3k ilə fikirləşirik? Aparıb 3k-nı yerinə qoyduqda, bu eləyir 27k kub bərabərdir 9y üstəgəl 5. Bura 9-a dəqiq bölünür. Bura 9-a dəqiq bölünür. Amma 5 9-a bölünmür. Deməli, x-i 3k şəklində axtara bilmərəm. Mümkün deyil. Çünki bərabərlik ödənməyəcək. Onda deyək ki, yaxşı, bəlkə 3k üstəgəl 1 şəklindədir. 3k üstəgəl 1 şəklindədirsə, onun kubu edir 27k kub. Üstəgəl 3 vurulsu birincinin kvadratı vur ikinci, yəni 27k kvadrat. Sonra 3 vurulsu birinci vurulsun ikincinin kvadratı 9k. Üstəgəl 1 bərabərdir 9y üstəgəl 5. Lap bu biri bu tərəfə atsaq belə, bu 9-a bölünür, bu 9-a bölünür, bu 9-a bölünür, bu 9-a bölünür, 5-dən 1 çıxacaq, 4 9-a bölünmür. Deməli, k-nı 3k plus 1 şəklində də axtarmaq olmaz. Keçirəm onda bəlkə 3k üstəgəl 2-dir. Bu formadadır. Yəni, üçündən biri olmalıydı da k üçün. 3k-nın kubu 27k kub üstəgəl 3 vurulsun 3k-nın kvadratı vur 2. Bu eləcək səhv etmirəmsə 54k kvadrat.
Üstəgəl yenə də 3 vurulsun 3K 9 vurulsun 2 36. K üstəgəl 8 bərabərdir 9y üstəgəl 5. Bu 8-i bu tərəfə atsaq 27 9-a bölünür. 54 9-a bölünür. 36 9-a bölünür. 9y də 9-a bölünür. Amma 5 çıx 8 mənfi 3 eləyir. Mənfi 3 9-a bölünmür. Deməli K-nı 3K üstəgəl 2 şəklində də axtarmaq olmaz. Onda əgər mən K-nı heç bir şəkildə axtara bilmirəmsə, deməli belə natural da yoxdur. Ümid edirəm ki, aydındır. Ümid dəyişimi dayandıraq və Müəllim, bir dənə 900